Çəkmədən mən istəyirəm çəkirsən. Çək də keç. Çəkəkdə yox. Bax durmuşam çək. Mən sən danışıb çəkdim də çəkdim. Bəs tay çəkdim də. Deyib daha gəl də gör bax. Binanın burası yoxdur, hakimdir var deyə çərçivə indi təzə düzəlib. Biz baxanda çərçivə yox idi. Hadi gel. Əcəb elirəm. Mənim bu küçə qapımdır, içəri girsən. Bu İranlının küçə qapısıdır, baxın. Baxın, buna bir diqqət edin. Bu indi naxıl danışır öz marağına. Belə şey olur, utanmır. Kişisən sən də indi. Pilləkən olur, 16. Özünü qonşudan mehriban olar. Bilirəm, bəzi qonşuları hələ oturub evdə cadu edirlər, nəsə şey edirlər, ağzından gələni deyirlər, yalan danışırlar, belə aranı qızışdırırlar, belə şey olur. Balaca da həyatdır da, gəlin oturaq, şirin söhbət. Zulə xanım, bu kukuna neçənci ildən var? İndi siz ən əvvəlki qonşulardansınız da, illərin qonşusunuz. Yalan demirəm. Yarım əsr var. Bəlkə də 70 il var. Sən hələ mən yarım əsr. Bəlkə də. Onsuz var 65-70 il. O çoxdan tikilib, rəhmətli Tahirə xanım. Allah ona rəhmət olsun. Allah rəhmət. Yox, mən özü deyir ki, fövqəladə deyib ki, güya mən burada kukuna tikmişəm. Mən də deyirəm, mən bura 8 ildə almışam. Fövqəladə o adam, arxa o adam bəli. Prokurorun ailəsinin xambalıdır. Qanqadı billah, köhnə bina, onu soysa. Onu bakıyoruz bir yerler, Suzun Xəzəylimiz deyir ki, bu burada kukuna var. Onun nə ixtiyarı var? Bu neçə illərdir buradadır kukuna. Onun nə dəxli var? Sənətin var. Sənətin var içəriyə. Çölə yox. Bura sənədim yoxdur. Mən Yox. kimin arası. Çölə heç kimin sənəti yoxdur. Bəli. Durum sabah buranı. Bəşər Səfəroğlu 150-də ev almışam qanunu. Bu da İranlının burada açdığı qapıdır. Buranı açıb, mənim də evimi uçurub yerə qoyub. Onun üçün də xahiş edirəm ki, bu məhkəmədə deyir. Məhkəmə də deyir ki, bu qapı, İranlı deyir ki, bu qapı çoxdan var. Baxın, görün. Yaxınlaşın bir dənə, yaxından göstərək. Buyurun. Burada nə etmək istəyir ki? Var açmaq istəyir. Var açmaq istəyir. Padvaldı, özdəki 2 qonşunun, mənim padvalımda evimin altıdır. Bu qonşunun alıb, hamısını qatışdırıb, buradan girib, çıxıb, buradan da şey deyir də, istifadəni buradan edir. Amma o isə deyir ki, burada açılıb, güya mənim kukunamın altından da onun təxriyə yolum. Buradan çıxırsan, mənim evimi niyə uçurursan? Gəlin edir. Gedir, İranlı çağır, gəlsin də, gəlin. İran vətəndaşıdır, yoxsa İranda yaşayan Azərbaycanlıdır? İranda yaşam bilmirəm, İranlı Mataxid, Safihi Mataxid. Çəkilişə mane olan vətəndaş kim idi? Bir mənim bir dostumdur, dedim olsun da dostum, çəkir gətirdim. Burada yaşayırsınız siz? Bu bina mənimdir, bax. Bura sizindir. Bu mənim evimdir, bu kupunadır. Bu kupuna 70 il bundan qabaq, 65 il bundan qabaq tikilmişdi. Burada dövlət səviyyəli təxriyə kimi qoyulub, sonra burada kanalizasiyalar keçir ora. Bu yeri görürsən, bu yeri uçurulub, aşağıdan 4 metrə enində. Sizin evinizin altıdır da? Hər, bax bu bina bunu daşıyır, düz yuxarıya kimi. Hakim də deyir ki, biz buranı uçurtmalıyıq. Çünki deyir, baxadır, məsəl üçün qoruqdan gəlir. Şahidi kimdir qoruqdan? İbrahimov Emin qoruqdan gəlib. Deyir ki, mən buranı uçurtmalıyam, burada təxriyə yolu var.
Mən də deyirəm, təxliyə yolu buradan bağlanılıb, küçədən açılıb. Bura istəyirsiniz, küçəni bağlayın, gəlin buranı uçurdun, buradan elə. Bura yük daşıyıcı binadır. Sən bunu nə ixtiyarla belə edib, evmə nə qədər ziyan vurmuşsan, ev hələ də it günündədir, bir adam maraqlanmır. Ayın 7-sində məhkəmədir. Hakim bütün günü ağzımı açmağa qoymur. Vəkillər, şahidlər aparan danışdırmır. Amma gör nə günə qalmışıq ki, Mədəniyyət Nazirliyinin qoruğundan Emin İbrahimov, sonra Pərvanə Əliyeva. Pərvanə hüquqşünasdır orada. Heç buranı görməyib, eləməyib. Yalandan şahidlik edir, hakim də ona göz yumur. Ağzımı açıb deyirəm ki, İranlının əlini kəsirlər, oğurluq elədilər. Siz burada əlindən ötürsünüz. Bu hakimin qanunsuzluğu deyil. Deyir ki, məsəl üçün mən bu divarı uçursam, bu bina uça bilər. Baxın, o da deyir, mən bura rüşvət vermişəm, bu qadın orada uçurdacam evin, orada alacam, mən orada bar açacam, bar açmaq üçün mən fövqəladə, nə, o qədər yalandan kağız gəlib. Getmişəm icra hakimiyyətinə, Nəsimi rayon icra hakimiyyətinə. Mənə deyir ki, Ələsgər müəllim, siz əgər orada aboy vursanız, onda da deyir, müraciət eləməlisiniz mədəniyyət qoruğuna. Ondan icazı vuramıyor. Ben necə olur ki, bu boyda faktlara hakim gözü yığılır. Nəsimi rayonunun hakimi Həbibə Muruyevə deyir ki, mən İranlıya bu yeri verəcəm, sən kimsən? Sənin şahidlərini də dindirmirəm. Yox, İranlı macal vermir. Mən injinerəm, uça bilməz. Onda boğazıya bağla, apar İranla da bir ucun bağla, uçmasın bura. Gör bunlar nə qədər özbaş. Deyir, mən o qədər rüşvət vermişəm. Məndən 10 istəyiblər, 15 vermişəm. 15 lira 20 vermişəm. Mənim qanunu evim olub qanunsuz, zirzəmi olub qanunu. Şah deyir, başlar ayaq, ayaqlar baş olub. Doğrudan da elədir. Rüşvət gör nə qədər hakim alıb ki, gözün tutub rüşvət hakimi.